əziz şagirdlər və Uğur Mozaikası kanalının izləyiciləri. Mən Aytaç Şahbazlı. Bu gün sizinlə bərabər 9-cu sinif Güvən kitabından rasional ifadələr bölməsinin 151-ci sualdan sona qədər, yəni 190-cı sual deyəsən 190 sualda 190-a qədər olan test izahlarını verəcəm. Deməli, başlayırıq 151-ci sualda. 151-ci sualda nə deyir? Aha, bir dəqiqə. Aha. Deyir ki, x kvadratı çıx 4 bölünsün x vurulsun, x bölünsün x plus 2. X kvadratı çıx 4. Kvadratlar fərqi. Çünki 4 nəyin kvadratıdır? 2-nin kvadratı. Kvadratlar fərqi olanda bir dəfə toplayıram, 2-yə, bir dəfə çıxıram. Məxrəc x olduğu üçün qalır. Digər kəsrdə x bölünsün x plus 2. X plus 2-lər, x-lər gedir, geriyə qalır nə? X çıx 2. Cavab olur Y variantı. Növbəti suala baxırıq. 152-ci sual. 152-ci sualda nə deyir? 5x çıx 15 bölünsün, x kvadratı çıx x çıxılsın 6. Sürətdən x 5-i çıxardıram mötərizə xaricinə, qalır x çıxılsın 3. Bəs məxrəcdə nə edəcəm? Məxrəcdə toplayanda neçədədir? Cəmi müsbət 1, hasili -6 eləməlidir. Yəni bunlar nədir? 3 və -2-dir ki, bir-birinə vuranda 3, -2 vuranda -6 edir, toplayanda müsbət 1. Yazacağım x çıxılsın birinci kök 2, 3, x çıxılsın ikinci kök -2. Bu da bərabərdir. 5 vurulsun, x çıx 3 bölünsün, x çıx 3 vurulsun, x plus 2. X çıx 3-lər gedir, qalır məxrəcdə x plus 2, sürətdə qalır 5. Cavab olur B variantı. 153-cü suala baxırıq. 153-cü sual. Aha. Deyir ki, x üstü 4 çıxılsın, y üstü 4. Məxrəcdə isə x kvadratı plus y kvadratı. Məxrəci olduğu kimi saxlayıram. Sürətdə fikir versəniz, kvadratlar fərqidir. Nəyin? X kvadratının kvadratı çıxılsın, y kvadratının kvadratı. Kvadratlar fərqi olanda bir dəfə toplanılır, bir dəfə çıxılır və hasil. X kvadratından bir dəfə y kvadratını çıxacam, bir dəfə isə üzərinə gələcəm, toplayacam. Yəni, məxrəcisi olduğu kimi qalır. X plus y kvadratla x kvadrat plus y kvadratları gedir. Nə qalır? Sürətdə qalır. X çıxarırıq. Kvadratı çıxılsın, y kvadratı məxrəcdə qalır 1. Yəni, cavab nə olur? X kvadratı çıxılsın, y kvadratı. Keçirik növbəti suala. 154-cü sual. Nə qalır? X kvadratı çıxılsın, 16. X bölünsün, 16 çıxılsın, X. Yəni, sürətdən X-i çıxardaq, mötərizə xaricinə nə qalır? X çıx 16, düzdür? Məxrəcdə də 16 çıx X. Bir-birinin əksi. Deməli, bir-birini ixtisar eləyəndə dedik, nə almalıdır? Mənfi 1 almalıdır. O deyir, X bölünsün, mənfi 1, o deyir, mənfi X. Cavab olur A variantı. Keçirik 155-ci suala. Deyir ki, x plus y bərabərdir nəyə? 2-yə. X çıx y bərabərdir 4 olarsa ifadəsinin qiymətini tapın. İfadəmiz nədir? 1 bölünsün x üstə gəlsin. 1 bölünsün y bölünsün. 1 böl x çıxılsın. 1 bölünsün y. Aha. Gəlin birinci mötərizə ortaq məxrəc x, y gətirək. Sürətimiz nə olacaq? Y plus x. Bölünsün. İkinci kəsrimizin ortaq məxrəci yenə x çıx y-dir. Birinci x, y bölünən x-ə y qalır, vururam 1-ə y. Çıxılsın x, y bölünən y-ə x qalır, vururam 1-ə x. Aha, indi nə edəcəm? Biz dedik ki, iki kəsirin arasında bölünmə olanda kəsirləri bir-birinə bölərkən bölməni yenə vurmayacağım və məxrəclə sürətin yeri dəyişir. İkinci kəsir yəni çevrilir tərsinə. X, y bölünsün, y çıxılsın, x qalır. X, y-lər gedir, hər iki kəsirdə qalır, sürətində y plus x, məxrəcində y çıxılsın, x. Mən y plus x-in nə olduğunu bilirəm? 2. Əgər x çıx y 4-dürsə, y çıx x mənfi 4-dür. Bu da məlumdur. Yəni, nə edəcəm? 2-ni böləcəm mənfi 4-ə. Bu müsbət 2-dir. Nə qalır gerdən? Mənfi 1 bölünsün 3. Yəni, mənfi 0,5. Cavab olur D variantı.
Aha, keçir növbəti sual. 156-cı suala. 156-cı sual. Bizə deyir ki, A bölünsün A plus 1 çıxılsın 1 çıx A bölünsün A kvadratı çıx 1. İfadəsini sadələşdirin. Birinci kəsir olduğu kimi qalacaq. A bölünsün A plus 1. İkinci kəsirdə sürətdə saxlayaq 1 çıx A qalsın. Gəlin məxrəcə baxaq. A kvadrat çıx 1-i necə açaram? A çıx 1 vurulsun A plus 1. Davam eləyirəm. Birinci kəsir yenə olduğu kimi qalır. A bölünsün A plus 1. Çıxılsın. Gəlin bunu plus eləyək, bunu plus eləyək, bunu minus eləyək. Yəni içərini, bu mənfini ataq içəriyə. Sürətdə qalsın A çıx 1. Məxrəcdə də olsun A çıx 1 vurulsun A plus 1. Rahat ixtisar eləmək üçün. A çıx 1-lər gedir. Sürətdə 1 qalır. Məxrəcdə A plus 1. Yazıram. A plus 1-də A çıxılsın 1 bölünsün A plus 1. Əgər ortaq məxrəcdirsə, eyni məxrəcdə yaza bilərəm. Biz burada toplama eləmişdik zaten arasındakını. Düzdürmü? Aha, toplama eləmişik arasındakını. Çünki mənfi 1-ə vurduq. A plus 1-də sürətdə də qalır A plus 1. A plus 1-i də A plus 1-ə böləndə qalır 1. Cavab olur D variantı. %157-ci suala baxırıq. 157-ci sualda bizə nə deyilir? Deyilir ki, 18 üstü n bölünsün 2 üstü n çıx 2 vurulsun 3 üstü 2n plus 2. 18 üstü n'i nə yazıram? 2 vurulsun 3-ün kvadratı üstü n. Düzdürmü? Məxrəci olduğu kimi saxlayıram. 2n üstü mənfi 2, 2 üstü n çıx 2 daha doğrusu. Vurulsun 3 üstü 2n plus 2. Sürətdə 2 üstü n vurulsun 3 üstü 2n kimi yaza bilirəm. Ayrı-ayrı üstü n qüvvətini yüksəltdim. Məxrəcdə qaldı. 2 üstü n çıx 2 vurulsun 3 üstü 2n plus 2. Dedik ki, əsaslar eyni olanda qüvvətlər çıxılır bölmədə. N çıxılsın, n çıx 2. Vurulsun 3 üstü 2n çıxılsın, 2n plus 2. Davam edirəm. 2 vurulsun, n çıxılsın, n plus 2 vurulsun 3 üstü 2n çıxılsın, 2n çıx 2. 2n çıx 2n gedir, n çıx n gedir, 0 qalır. Birincidə qalır 2 üstü 2, yəni 2 üstü 2. İkincidə qalır 3 üstü nə? Mənfi 2. 2 üstü 2 bölünsün, 2 üstü 2 vurulsun, 3 üstü mənfi 2. Mənfi olanda nə olurdu? Keçirdi məxrəcə. 2 üstü 2 bölünsün, 3 üstü mənfi 2. Bu deyir 4 bölünsün, 9. Cavab olur C variantı. 158-ci suala baxırıq. 158-ci sualda deyir ki, mənfi 2x bölünsün, 2 çıxılsın, 1 bölünsün, x üstə gəlsin, x bölünsün, 2x çıxılsın, 1. Gəlin birinci kəsirin məxrəcini həll eləyək. Məxrəcdə ortaq məxrəc x-dir. 2x çıx 1, sürətdə qalır 2x, mənfi 2x daha doğrusu üstə gəlsin. X bölünsün 2x çıxılsın 1. Biz nə dedik? Kəsirin məxrəci keçir sürətə, sürət isə məxrəcdə qalır. Bu olur nə? Mənfi 2x vurulsun, x bölünsün 2x çıx 1. Digər kəsirdə isə 2x çıx 1, sürətdə x. Məxrəclər eynidirsə, ortaq məxrəcdə yaza bilərəm. 2x çıx 1-dən mənfi 2x x-ə vuranda mənfi 2x kvadratı üstə gəlsin x. Gəlin sürətdə x-i çıxardaq mötərizə xaricinə. Mənfi x-i çıxardaq. Hətta burada nə qalır? 2x çıxılsın 1. Məxrəcdə qalır 2x çıxılsın 1. İndi 2x çıx 1-lər də bir-birinə ixtisar gedir. Qalır mənfi x. Cavab olur C variantı. Baxırıq növbəti sual. 159-cu suala. İfadəsinin qiymətini tapın. Birinci gəlin ifadəni sadələşdirək. Gəlin sürətdən A-nı mötərizə xaricinə çıxardaq. Nə qalır? A plus B kvadrat. Məxrəcə baxıram. A-nı çıxardıram mötərizə kvadratına A kvadratı çıxılsın B üstü 4.
Gəlin davam edək. Deməli, sürətimiz oldu A vurulsun A plus B kvadratı. Məxrəcdə isə A vurulsun A kvadrat B üstü 4-ü kvadratlar fərqi kimi yazıram. Bir dəfə A çıxılsın B kvadratı, bir dəfə A plus B kvadrat. A plus B kvadratlar və A-lar gedir. Məxrəcdə qalır 1 bölünsün A çıxılsın B kvadrat. Davam edirik. 1 bölünsün. A-mız nədir? 12. Çıxılsın B kvadrat. B-miz isə 3. 3-ün kvadratı. 1 bölünsün. 12 çıxılsın 9. Dedik 3-də 1. Cavab olur C variantı. Keçirik 160-cı suala. Deməli, 6xy çıxılsın 6c, y üstə gəlsin, xy çıxılsın yc. Bölünsün, x çıxılsın c. Buradan 6y çıxardaq. 2-2 qruplaşdırdıq. 6y çıxartdıq. Nə qaldı? X çıxılsın c. İkincidə isə gəlin y çıxardaq. Bu dəfə də qalır x çıx c yenə. Məxrəcdə x çıx c. Sürətdə hər iki hasildə ortaq x çıx c-də x çıx c-ni atıram qabağa. Birincidə qalır 6y, ikincidə qalır üstəgəl y. Məxrəc isə x çıx c-dir. X çıx c-lər bir-birini aparır, qalır 6y plus y, yəni 7y. O da olur D variantı. Keçirik 161-ci suala. Aha, bizə nə deyir? Deyir ki, sadələşdirin. Yazıram B bölünsün A çıx B, çıxılsın B bölünsün B çıx A. Bölünsün AB çıxılsın B kvadratı bölünsün A çıx B. Deməli, burada A çıx B-dir, burada B çıxadır. Gəlin burada işarələr dəyişib kəsin qabağına üstəgəl ataq. Sadəcə olaraq mənfi ilə müsbətin yerini dəyişdik. Yəni, bunu eləməkdə heç bir səhvlik yoxdur. B bölünsün, A çıx B yazaq. Nə üçün belə yazdıq? Ortaq məxrəc olsun deyə. Qalır, bölünsün, AB çıxılsın B kvadrat. Bölmə olanda iki kəsin arasına vurma yazıb məxrəcin sürətin yerini dəyişirəm. AB çıxılsın B kvadratı keçir məxrəcə, A çıxılsın B qalır sürətdə. Deməli, burada baxıram, ortaq məxrəc nə oldu? A çıx B. O zaten ikisi də A çıx B deyə sürətlər toplanacaq. B üstəgəl B. Vurulsun, A çıx B. Məxrəcdə də gəlin B-ni çıxardaq mötərizə xaricinə. Burada qalır A çıxılsın B. A çıx B-lər gedir ixtisar. Qalır, deməli, burada qaldı 2B, məxrəcdə qaldı A çıx B, burada da qaldı B. B-lər də baxıram, bir-birinə ixtisar gedir. Sürətdə qalır 2, məxrəcdə qalır A çıxılsın B. Cavab olur nə? Y variantı. Deməli, baxırıq 163-cü suala. 163-cü sualda bizə nə verib? Daha keçəcək, daha rahat olsun. Deməli, sürətdə nə verilib? 3A plus 2-nin mötərizə kvadratı çıxılsın 2A çıx 1-in mötərizə kvadratı. Bölünsün 15A kvadratı plus 3A. Gəlin, baxaq. Kvadratlar fərqlidir sürət. Neyəcəm deməli? Bir dəfə çıxacam, bir dəfə toplayacam. Bir dəfə 3A üstəgəl 2-nin üzərinə gələcəm. 2A çıx 1-i bir dəfə çıxacam. Bu da eləyəcək çıx 2A plus 1. Məxrəcdə isə gəlin 3A-nı mötərizə xaricə çıxardaq. Çünki ortaqdır. Birincidə qalır 5A, ikincidə qalır 1. 5A plus 1 yəni. 3A ilə 2A-nı toplayıram 5A. İkindən biri çıxıram, üstəgəl 1 olur. 3A-dan 2A çıxıram A, 2-nin üzərinə 1 gəlirəm, eləyir 3. Məxrəcdə qalır 3A vurulsun, 5A plus 1. 5A plus 1-lər gedir, qalır A plus 3 bölünsün 3A. Və ya bunu sadələşdirərəm, A bölünsün 3A üstə gəlsin, 3 bölünsün 3A yazar. Burada A-lar gedər, qalar 3-də 1, burada 3-lər gedər, qalar 1 plus A. Yəni 1 böl 3 üstə gəlsin 1 plus 1 böl A. Yəni cavab olur A variantı. 164-cü suala baxırıq. 164-cü sualda nə deyilir? %64-cü sualda bizə deyir ki, B bölü C çıxılsın, C bölünsün B, bölünsün
B plus C bölünsün 3BC. Gəlin bu ikisinə ortaq məxrəc gətirək BC-ni mötərizənin daxilinə. Birincidə B-yə vurduqsa sürətlə B-yə vuracaq, çıxılsın. İkincidə C-yə məxrəci vurduqsa sürətlə C-yə vuracaq, çıxsın C kvadrat. İki kəsirin arasında bölmə olanda vurma yazıb kəsimlə məxrəcin yerini dəyişirəm. Yəni tərsinə çevirəm. Yazdıq. Burada baxın, BC-lər ixtisar getdi. Qaldı. B kvadrat çıx C kvadratında gəlin yazaq. B çıx C vurulsun B plus C. Müxtəsər vurmadan. Bölünsün məxrəcdə B plus C. B plus C-lər də bir-birini aparır, baxıram. Qalır nə? B çıx C vurulsun 3. 3-ü qabağa atsam, 3 vurulsun B çıx C. Cavab olur Y variantı. Növbəti suala baxırıq. 165-ci suala. Sadələşdirin deyir. Sadələşdirək. Gəlin birinci mötərizəyə baxaq. Ortaq məxrəc nədir? X, Y. Birincidə məxrəci x-ə vurulmuşsa sürətli x-ə vurmalıyam. Olur x kvadratı. İkincidə məxrəci y-ə vurulmuşsa sürətli y-ə vururam. Olur üstəgəl y kvadratı. Bunun mötərizə kvadratı çıxılsın. İkincidə yenə ortaq məxrəc gətirirəm. X, y-dir. Birincini yenə əgər x-ə vurdumsa sürətli x-ə vuracam. X kvadratı çıxılsın. Y-ə vurdumsa y-ə vuracam y kvadratı. Bunun mötərizə kvadratı. Baxıram ki, bunlar kvadratlar fərqidir. Yəni, bir dəfə bu iki kəsiri toplayıb, bir dəfə çıxıb hasil eləmək kifayət eləyir. Yəni, x kvadrat plus y kvadratı bölü x y-dən bir dəfə çıxacam, x kvadrat çıx y kvadrat bölünsün x y-i, bir dəfə isə toplayacam. Aha, neyəcəyindi? Ortaq məxrəcdə gəlin bu ikisini çıxaq. X, y-dir zaten ortaq məxrəc. Birincidə qalır x kvadratı plus y kvadratı. Çıxılsın x kvadratı üstəgəlsin y kvadratı. Vurulsun. İkincinin məxrəci x, y qalır. Hər ikisinin ortaq məxrəci x, y-dir. Sadəcə olaraq toplayırıq. X kvadrat üstəgəl y kvadrat üstəgəl x kvadrat çıxılsın y kvadrat. Birincisi x kvadratlar gedir. İkincidə isə y kvadratlar islah gedir. Y kvadratı üstəgəl y kvadratı. Eğer 2y kvadratı bölünsün x, y. Digərində isə x kvadrat plus x kvadrat. Yəni 2x kvadratı bölünsün x, y. Y kvadratları gedir. X kvadratı gedir. Qalır 2 vur 2, 4. Cavab olur B variantı. 165-ci sualda. Baxırıq 166-cı suala. İfadəni sadələşdirin deyir sadəcə olaraq. 2a kvadratı çıxılsın 32 bölünsün. A kvadratı çıx A çıx 12. Yəni sürətdə 2-ni çıxardaq. Mötərizə xaricinə qalır A kvadratı çıx 16. Məxrəcdə isə hələ ki olduğu kimi saxlayaq. Çıx A çıxılsın 12. Sürət mənə nəyi xatırladır? 16 nədir? 4-ün kvadratı düzdür. Ona görə yazıram kvadratlar fərqini. Yəni A kvadratı 4-ün kvadratı nədir? A çıx 4 vurulsun A plus 4. Məxrəcə baxıram. Toplayanda müsbət 1 olsun, vuranda mənfi 12. Bu eləyir mənfi 3 və müsbət 4. Yəni, bir dəfə A-dan çıxacam mənfi 3-ü, bir dəfə çıxacam 4-ü. Burada qaldı 2 vurulsun, A çıx 4 vurulsun, A plus 4. Məxrəcdə qalır A plus 3 vurulsun, A çıx 4. A çıx 4-ləri bir-birini aparır. Sürətdə qalır 2 vurulsun A plus 4, məxrəcdə qalır A plus 3. Cavab olur B variantı. 167-ci suala baxıram. Deməli. Üzülürsən. İfadəni sadələşdirin deyir. Yazaq birinci. 3x kvadrat üstə gəlsin 7x çıxılsın 6. Bölünsün 6x çıxılsın 4. Deməli, bunları vuruqlara elə 7x-də elə formada parçalamalıyam ki, mən vuruqlara ayıra biləm. Necə yazacam? Yazaram ki, 7x-in yerinə üstə gəlsin. Deməli, üstə 9 çıxılsın 6 yazaram. Aha, çıxılsın 2 daha doğrusu. Yazaram 3x kvadrat üstə gəlsin 9x çıxılsın 2x çıxılsın 6. Məxrəcdə isə 6x çıx 4 olduğu kimi qalır.
Birinci ilə ikincini, üçüncü ilə dördüncü qruplaşdırıram. Burada yəni 3x çıxardaq, mötərizə xaricinə qalsın x plus 3. İkincidə isə mənfi 2-ni çıxardaq, qalsın x plus 3. Məxrəcdə isə 2-ni çıxardaq, mötərizə xaricinə qalsın 3x çıxılsın 2. Sürətdə x plus 3-lər ortaqdır. Çıxardıram qabağa. Qalır 3x çıxılsın 2. Məxrəcdə isə 2 vurulsun, 3x çıxılsın 2. 3x 2-lər ixtisar gedir, qalır. X plus 3 bölünsün 2. X plus 3 bölünsün 2 də cavab A variantı olacaq. Deməli, baxırıq 168-ci suala. Deməli, bizə nə deyirdik ki, kəsrləri üçün ən sadə ortaq məxrəci tapın. Birinci biz yazırıq kəsrlərimizi. Birinci kəsrimiz nədir? 3 bölünsün 2x. İkinci kəsrimiz 4 bölünsün x kvadratı çıxılsın x. Üçüncü kəsrimiz isə 5 bölünsün x kvadratı çıx 1. İndi mən birinci nə etməliyəm? Birinci bu kəsrləri, məxrəclərini ən sadə formaya gətirməliyəm. Necə yəni? Yəni vuruqlara belə deyim ki, ayırmalıyıq. Çünki biz bir vuruqdan 2 dəfə istifadə edə bilmərik. Aha, deməli, birinci kəsrimizdə zaten məxrəc sadədir, yəni vuruqlara ayrılıb. İkinci kəsrimizə baxırıq. İkinci kəsrimizdə deməli 4 bölünsün x kvadratı çıx x-dən mən x-i çıxarda bilərəm mötərizə xaricinə. Bu yazaram x vurulsun x çıx 1, düzdür? Üçüncü kəsrdə isə 5 bölünsün deməli, məxrəcimiz x kvadratı çıx 1-dir. Mən bu 1-in yerinə 1-in kvadratı yaza bilərəm. Çünki 1 zaten 1-in kvadratıdır. Olur x kvadratı çıxılsın 1-in kvadratı. Bu da kvadratlar fərqidir. Kvadratlar fərqi olanda biz nə edirik? Bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Düzdürmü? Aha. Bir dəfə çıxırıq, bir dəfə toplayırıq. İndi bunların hər üçünü ən sadə formaya gətirdim. İndi hərəsindən bir dəfə istifadə edəcəm. Aha, deməli, necə yazırıq indi? 2 vurulsun x, hələ ki, birinci kəsri yazdım. Birinci kəsrin məxrəcindən bir dəfə istifadə elədim hərəsindən. İkinci kəsrin məxrəcinə baxırıq. Deməli, nə olur bu? X vurulsun x çıx 1-dir. Amma x istifadə eləməyəcəm, çünki 2 dəfə təkrar istifadə eləmək olmaz. Ona görə sadəcə yazıram x çıxılsın 1. Üçüncü kəsrə baxırıq. Üçüncü kəsrdə isə x çıx 1 vurulsun x plus 1-dir məxrəcimiz. X çıx 1 vurulsun x plus 1-dir məxrəcimiz. Deməli, biz nə edəcəyik? Burada x çıx 1 istifadə eləməyəcəyik. Çünki hərəsindən bir dəfə istifadə eləməliyik. Yəni, x plus 1-i istifadə edəcəyik. Yazırıq vurulsun x plus 1. Deməli, bizim məxrəcimiz bu oldu. İndi bunu daha da sadələşdiririk indi. 2x vurulsun x çıx 1 vurulsun x plus 1-in yerinə yazıram. X kvadrat çıxılsın 1. Çünki kvadratlar fərqinin açılışıdır. X-i də burada y variantıdır əslində, amma daxilinə vurublar. Yəni, bunu necə yazıram? 2 vurulsun, x-i daxilə vursam, x kubu çıxılsın. 1-i də x-ə vururam, x. 2 vurulsun, x kubu çıxılsın, x. Cavab olur y variantı. 169-cu sualda. Aha, deyir ki, x və y müsbət həqiqi ədədlər və x kvadratı çıxılsın xy çıxılsın 2y kvadratı bərabərdir 0 olduqda y bölünsün x üstə gəlsin, x bölünsün y bərabərdir sual. Gəlin birinci bunu sadələşdirək. Bunu necə yazarıq? Deməli, x və y-də ortaq məxrəc xy-dir. Ortaq məxrəcə gətirəndə nə olur? Y kvadratı plus x-in kvadratı. İndi baxıram əvvəldə yazdığıma. Nə yazmışam? X kvadratı çıx xy çıxılsın 2y kvadratı bərabərdir 0. Bunu mən vuruqlara ayırmaq üçün necə yaza bilərəm? Yaza bilərəmmi? X kvadratı deməli üstə gəlsin xy çıxılsın 2xy çıxılsın 2y-in kvadratı. Bu formada yazıram. Yenə eyni şəkildə xy, mənfi xy qalacaq. Bunu da indi necə yazıram? Gəlin aşağıdan yazaq. Birinci ilk ikisini bir qruplaşdırıram, sonra ikisini bir qruplaşdırıram. X-i çıxarsam mötərizə xaricinə qalır x plus y. Çıxılsın. İkincidə də eyni şəkildə. Bu dəfə 2y-i çıxardıram, mənfi 2y-i çıxardıram. Qalır x üstə gəlsin y. Nə oldu indi?
X plus Y hər ikisinin ortaqdır. X plus Y-in mötərizə xərcini çıxardanda qalır. X çıxılsın 2Y. Düzdürmü? Bərabərdir 0-a. Bizə deyir ki, deməli, heç bunu bu formada yazmağa ehtiyac yoxdur. Elə bu formada da saxlayacağıq. Həm deyəcəm yəni. X plus Y çıxılsın, X çıxılsın 2Y bərabər, vurulsun X 2Y bərabərdir 0. Əgər X və Y müsbət həqiqi ədədlərdirsə, biz bilirik ki, belə deyim, 2 vuruq hasil sıfıra bərabərdirsə, sırayla hərəsini sıfıra bərabər eləyirik. Amma bilmirəm hansı sıfır olmalı. Düzdür? X plus Y sıfır ola bilməz. Çünki bizə deyir ki, X və Y müsbət həqiqi ədədlərdir. Əgər iki müsbət həqiqi ədədin, yəni iki müsbət ədədin cəmi heç vaxt sıfır ola bilməz deyə, biz X çıx 2Y sıfıra bərabər eləyəcəyik. X çıx 2Y sıfırdırsa, buradan X bərabərdir 2Y. Yəni, X-in yerinə 2Y gətirib qoyuram. Burada da Y bölünsün, X-in yerinə qoyuram 2Y. Üstə gəlsin, X-in yerinə qoyuram 2Y bölünsün Y. Y-lər gedir, birinci kəsr olur 2-də 1. İkinci kəsrdə də Y-lər gedir, üstə gəlir 2 qalır. 2 ilə də 2-də 1 toplayanda 2,5 alınır. O da edir Y variantı. Növbəti suala baxırıq. Deyir ki, x üstə gəl, y bərabərdir -2, x çıx, y bərabərdir 6 olarsa, nə verib bizə? Deyir, ifadənin qiymətini hesablayın. Gəl ifadəni sadələşdirək. Bizə verilib ki, 1 bölünsün x, üstə çıxılsın, 1 bölünsün y, bölünsün, 1 bölünsün x, üstə gəlsin, 1 bölünsün y. Bu, ilk öncə ilk mötərizəyə baxıram və ortaq məxrəc nədir? Bu ikisinə x, y-dir, düzdür? Birinciyə y-ə vurdumsa məxrəcin, sürətini də y-ə vururam, ikincidə də x-ə vururam. Y çıxılsın, x alıram. Bölünsün. Yenə ortaq məxrəc x, y-dir. Birincinin məxrəcini y-ə vurdumsa sürətdə, yəni biri də y-ə vururam, üstə gəlsin. İkincini də x-ə vurdum deyə sürət də x-ə vurulur. Yəni, nəticədə bunu alırıq. İndi qaldı iki kəsrin bölünməsi. İki kəsrin bölünməsində nə edirik biz? Birinci olduğu kimi qalır, araya vurma yazılır və ikinci kəsir tərsinə çevrilir. Yəni, x, y bölünsün, y plus x olur. X, y-lər ixtisar gedir. Qalıb nə? Y çıx x bölünsün, y plus x. Y plus x-i verib bizim üçün neçə? -2, düzdür? Sürətimizdə isə y çıxılsın x verilib. Əgər x çıx y 6-dırsa, hər tərəfli -1-ə vursam nə alıram? -6 bərabərdir, -1-ə vuranda -x üstə gəlsin y alırıq. Yəni y çıx x. Y çıx x deməli nəymiş? -6 imiş. -6-nı da -2-yə böləndə 3 alınır. Cavab olur D variantı. Deməli, baxırıq 171-ci suala. 171-ci sualda deyir ki, ifadəni sadələşdirin. Birinci, gəlin bu 1-i ataq sürətə, belə deyim, yəni ortaq məxrəcə gətirək, A çıx 7-dir. A çıx 7-ni vuraq 1-ə, A çıx 7, üstə gəl 14. Bölünsün, ikinci kəsrimizə baxırıq. İkinci kəsrimiz nədir? A plus 7 bölünsün, 7 çıxılsın A. Davam edir. A çıx 7-nin üzərinə 14 gələndə A üstə gəl 7 alınır. Məxrəcdə isə A çıx 7. Bölmə olanda dediyi birinci kəsr olduğu kimi qalır. Araya vurma yazılır və ikinci kəsrdə məxrəclə sürətin yeri dəyişir. Yəni 7 çıx A bölünsün, A üstə gəl 7 olacaq. A üstə gəl 7-lər ixtisar gedir. 7 çıxayla da A çıx 7 bir-birinin əksidir. Əks ədədlər ixtisar gedəndə -1 qalır. -1. Deməli, cavab nə olur? -1 B variantı. Baxırıq növbəti suala. Sadələşdirin deyir sadəcə. Baxıram, 1 çıxılsın, 1 bölünsün, 1 üstə gəlsin, 1 böl x. İfadəsini sadələşdirin. Belə olanda həmişə məxrəcdə olur, aşağıya doğru gedir. Ən sonuncudan başlayın. Nədən başlayacaq? 1 plus 1 bölünsün x-dən. Hələ ki, bu 1 çıxılsın, 1 böl hissəsi olduğu kimi qalır. Amma ortaq məxrəcə gətirən məxrəci. Məxrəcdəki ortaq məxrəc x-dir. Çünki 1 zaten 1 böl 1-dir. X və 1-ə ortaq məxrəc x-dir. Sürətimiz olur. X-i bölən 1-ə x, vururam 1-ə x üstə gəlsin 1. Deməli, indi davam edilir. 1 çıxılsın, 1 bölünsün. Burada necə olacağını deyim. Məxrəcdə əgər hər hansısa bir kəsir varsa, kəsirin sürəti olduğu kimi məxrəcdə qalacaq. Məxrəc isə qalxır sürətə. Nə aldıq indi? 1 çıxılsın, 1 vur x zaten x-dir. X bölünsün, x üstə gəl 1. Gəlin, buradakı 1-i də
və x plus 1-i də ortaq məxrəcə gətirək. Bu x plus 1-dir. X plus 1-i 1-ə vuranda x plus 1-dir. Amma çıxılsın x yazırıq. Burada x-lər gedir, qalır. 1 bölünsün x plus 1. Cavab olur B variantı. Baxırıq 173-cü suala. 173-cü sualda deyir ki, x kubu üstə gəl y kubu bölünsün x plus y, çıxılsın x, y, çıxılsın 9 ifadəsini sadələşdirin və onu vuruqlara ayırın. Gəlin birinci, başlayaq kəsirdən. X kubu üstə gəl y kubu. Bunun açılışı nədir? İkisinin cəmi vurulsun birincinin kvadratı, yəni x kvadratı, çıxılsın hasili x, y, üstə gəl ikincinin kvadratı, bölünsün məxrəc olduğu kimi qalır. Çıxılsın x, y, çıx 9 verib ardına. Gördüyünüz kimi sürətdəki x plus y ilə məxrəcdəki x plus y ixtisar gedir. Qalır. X kvadratı çıxılsın x, y, üstə gəlsin y kvadratı, çıxılsın x, y, çıxılsın 9. X, y-ləri bir tərəfə yığsaq, alarıq x kvadratı çıxılsın 2x, y, üstə gəl y kvadratı, çıxılsın 9. Bu nəyin kvadratıdır? X çıx y-in mötərizə kvadratının açılışıdır ki, birincinin kvadratı x kvadratı, ikincinin kvadratı y kvadratı və hasilin iki misli çıxması ilə birlikdə. Çıxılsın 9. Gəlin 9-un da yeni yazaq. 3-ün kvadratı ki, burada kvadratlar fərqini alaq. Deməli, kvadratlar fərqini də açanda biz necə açırıq? Bir dəfə fərqi, yəni x çıx y-dən bir dəfə 3-ü çıxacam, bir dəfə cəmi, yəni x çıx y-in üzərinə 3-ü gələcəm. Cavabda nə aldıq? Deməli, cavab olur D variantı. X çıx y çıx 3, x çıx y plus 3. Baxırıq növbəti suala. İfadəsini sadələşdirin deyir. Gəl sadələşdirək. 1 bölünsün x kvadratı çıx 4, üstə gəlsin 1 bölünsün x kvadratı plus 2x, üstə gəlsin 1 bölünsün x kvadratı çıxılsın 2x. İfadəsini sadələşdirin. Sadələşdiririk. Sadələşdirməzdən əvvəl birinci, bayaq hansı ki 168-ci sualda kəsirlər üçün ən sadə ortaq məxrəci tapmışdıq. İndi də yenə tapacağıq ki, misalımız çoxluğun çəkməsin. X kvadrat çıx 4. 4-ün yerinə yazıram 2-nin kvadratı və kvadratlar fərqi alıram. Kvadratlar fərqində bir dəfə çıxırıq, bir dəfə toplayırıq və hasili. Üstə gəl. 1 bölünsün. Aşağıdan x-i çıxarsam, mötərizə xaricinə qalar x plus 2. Üstə gəl. 1 bölsün. Burada da x-i çıxartsam, x çıx 2 alınacaq. Gəlin indi hər üçünə ortaq məxrəc tapaq. X çıx 2, x plus 2. Bu birincinin məxrəcidir. İkincidə x plus 2 vurulsun x var. X plus 2-ni yazmışam deyə sadəcə x yazacağam. Üçüncüdə də nə var? X çıx 2 vurulsun x var. X çıx 2-ni də yazmışam, x-i də yazmışam. Ona görə artıq heç nə yazmayacağam. Yəni bizim ortaq məxrəcimiz budur. Birinci kəsirin məxrəcini nəyə vurduq? X-ə vurduq. Sürəti də x-ə vuracaq. Biri x-ə vuranda x eləyir. Üstə gəl. İkinci kəsirdə x çıx 2-yə vurduq. Yox idi məxrəcdə. Üstünə gələcəm x çıx 2 vur 1, yəni x çıx 2-nin özü. Çünki ədədin özünü 1-ə vuranda elə yenə eyni şey alır. Deməli, növbəti kəsirə baxıram. Son kəsirimiz x vurulsun x çıx 2. Nəyə vurdum mən bunun məxrəcini? X plus 2-yə vurdum, düzdür? X plus 2 var çünki artıq. Nə olacaq indi? Üstə gəlsin, x üstə gəl 2. 2-lər gedir. Qalır x üstə gəl x üstə gəl x, yəni 3x bölünsün, x vurulsun, x çıx 2 vurulsun, x üstə gəl 2. Burada da kəsir məxrəc və sürətindəki x-lər ixtisar gedir, qalır 3 bölünsün, x çıx 2 vurulsun, x plus 2. Bu nə deməkdir? X-in kvadratı çıx 4 yazıram, düzdür? Cavab nə olur? A variantı. Baxırıq 175-ci suala. 175-ci sualda bizə deyir ki, x üstü 5 çıxılsın, x üstü 4 üstə gəlsin, x kubu çıxılsın, x kvadratı. Bölünsün məxrəcə baxıram. X çıx 5-in kubu, üstə gəl 5 çıx x-in kubu. Üstə gəl x kubu çıxılsın, x kvadratı. Gəlin indi baxaq. Sürətimizdən gəlin bu ilk ikisini bir qruplaşdıracam, son ikisini bir qruplaşdıracam. Birincisinin x üstü 4-ü çıxardıram mötərizə xaricinə. Nə qalır? X çıx 1 qalır. Üstə gəl, buradan da x kvadratını çıxardıram. Mötərizə xaricinə yenə qalır. X çıx 1. Məxrəcimizə baxıram. Uşaqlar, x çıx 5, 5 çıx x. Bir-birinin əksisi.
Kuba yüksəldəndə işarə dəyişməyəcək, olduğu kimi qalacaq. Yəni, bu ikisinin cəmi 0 olacaq. Yenə deyirəm, biri digərinin mənfisidir. Üstü tək qüvvətə yüksəldəndə burada işarə olduğu kimi qalacaq. Yəni, mənfidirsə mənfi olacaq, müsbətdirsə müsbət olacaq. Mənfidən müsbəti toplayanda 0 eləyir. Heç bu x 5-ə də bərabər olsa, o ehtimalda da ikisinin cəmi 0 eləyir. Yəni, nə olursa olsun, biri mənfi, biri digərinin əksi olanda, üstü tək qüvvəti olanda cəmləri 0-a bərabər olur. Nə qaldı indi burada? X kubu çıxılsın x kvadratı. Buradan da gəlin x kvadratını çıxardaq. Mötərizə xaricində qalsın x plus 1. Sürətdə hər ikisinə ortaq vuruq x çıx 1. X çıx 1-i çıxartdım, qaldı nə? X üstü 4 üstəgəl x-in kvadratı. Məxrəcdə qaldı x kvadratı vurulsun x çıx 1. Buradan x kvadratları gedir. Qalır x üstü 4 üstəgəl x kvadratı bölünsün x kvadratı. Gəlin sürətdə x kvadratını çıxardaq mötərizə xaricinə. Alsın x kvadratı üstəgəl 1. Məxrəcdə x kvadratı var. Burada x kvadratlar gedir. Qalır x kvadratı üstəgəl 1. Yəni cavab olur B variantı. Baxırıq növbəti suala. 176-cı sual. Deyir ki, sadələşdirin. Bizə nə verib? X kubu üstə gəl 3x kvadratı çıxılsın 4x çıxılsın 12. Bölünsün x çıx 3 üstü 7 üstə gəl 3 çıx x üstü 7 üstə gəlsin x çıx 2. Yenə eyni şəkildə bayaq kimi x çıx 3 çıx x bir-birinin əksi üstü tək qüvvəti. Biri mənfi olacaqsa biri müsbət. İkisi də neytral olacaqsa yenə də o ehtimalda belə, yəni x-də 0 olsa belə cəmi 0 olur. Heç 0 olmasa belə biri mənfi, biri müsbətdir. Mənfi ilə müsbət eyni ədəd olanda iki əks ədədi toplayanda cavab olur 0. Sürətdə isə bu ikisini bir qruplaşdıram, son ikisini bir qruplaşdıram. X kvadratını çıxardıram mötərizə xaricinə. Qalır x üstəgəl 3. Burada isə mənfi 4-ü çıxardıram mötərizə xaricinə. Çıx 4 vurulsun. X burada qalır 3. Məxrəcdə nə qaldı? X çıx 2 qaldı. Sürətdə ortaq vuruq hər ikisinə x plus 3-dür. X plus 3 vurulsun. Nə qaldı? X kvadratı çıx 4. Məxrəcdə də x çıx 2 var. X kvadratı çıx 4-ü parçalaya bilirəm axı mən. Yəni x plus 3 vurulsun, mən bunu x çıx 2 vurulsun, x plus 2 kimi yazıram. Hansı ki kvadratlar fərqinin açılışıdır bu. 4-ün yerinə 2-nin kvadratını yazdım sadəcə olaraq. Məxrəcdə də x çıx 2. Burada da x çıx 2-lər gedir. Qalır nə? X plus 3 vurulsun, x plus 2. Bunu da vurub atıram. Qalır, deməli, x kvadratı üstəgəl x-i 2x, 2-yə vuranda üstəgəl 2x, 3x-ə vururam üstəgəl 3x, üstəgəl 3-ü 2-yə vururam 6. Bu da eləyir x kvadratı 2x-dən 3x toplayıram 5x, üstəgəl 6. Cavab olur B variantı. Baxırıq 177-ci suala. 177-ci sualda bizə deyir ki, A və B çox ədədlərinin vuruqları, vuruqları verilmişdir. Deyir ki, 2A çıxılsın, B çıxılsın 10 ifadəsinin vuruqlarına ayırın. 2A çıxılsın, B çıxılsın 10. A-nı tapıram birinci. A nədir? X vurulsun, X plus 2. 2 vuruq verilib. Vuruqlar təbii ki, bir-birinə hasıl olacaq. B-də isə X vurulsun, X plus 1 verilib. İndi deyir ki, 2A. Yəni, A-nı vuracam 2-yə. 2 vurulsun, X vurulsun, X plus 2. Çıxılsın B. B-miz nədir? X vurulsun, x plus 1. Çıxılsın 10. Gəlin birinci bunu vurub ataq. 2x x-ə vururam 2x kvadratı. 2x 2-yə vururam üstəgəl 4x. Çıxılsın x-ə vururam x kvadratı mənfi x-i 1-ə vururam. Çıxılsın x. Çıxılsın 10. Deməli, davam edirəm. 2x kvadratından x kvadratını çıxanda qalır x kvadratı. 4x-dən x-i çıxıram, qalır üstəgəl 3x. Çıxılsın 10. İndi burada nəyə fikir verirəm? 2 deməli kökü tapıram, köklərini tapıram. Hasili 10-dur. Cəmi isə nədir? Mənfi 3-dür. Həmişə əksini götürür cəmlə. Bu nə olacaq? Mənfi 5 ilə müsbət 2 olacaq təbii ki. Cəmi mənfi 3 olsun, hasili isə mənfi 10 olsun. Deməli bunu necə yazacağım? X çıxılsın mənfi 5 vurulsun, x çıxılsın 2. Kökləri bir-bir çıxıram. X-dən mənfi 5-i çıxanda x üstəgəl 5,
X-dən də 2-ni çıxırıq. X plus 5 vurulsun, X çıxılsın 2. Cavab olur B variantı. Baxırıq 178-ci suala. 178-ci sualda deyir ki, diaqramda A və B çoxhədlərinin vuruqları verilmişdir. Diaqrama əsasən A plus B cəmini tapın. A-nı birinci tapıram. A nədir? 2 dənə vuruğu var. Biri X çıx 1-dir, digəri X çıx 2-dir. B-yə baxıram. B nədir? B bərabərdir. Vuruğunun biri X çıx 2-dir, digəri X plus 1-dir. İndi deyir ki, A plus B cəmini tapın. A plus B cəmi deyəndə X çıx 1 vurulsun, X çıx 2-nin üzərinə, X çıx 2 vurulsun, X plus 1-i gələcəm. Hər ikisinə ortaq vuruq hansıdır? X çıx 2. X çıx 2-ni çıxardıram qabağa. İkincidə qalır, deməli, X çıx 1. Birincidə qalır X plus 1. Üzərinə gəlirəm X plus 1-i. Bunlar gedir, qalır X çıx 2 vurulsun, 2X. X çıx 2-ni də 2X-ə vuranda, birincini birinciyə vururam 2X kvadratı, ikincini 2X vururam mənfi 2-yə, mənfi 4X. 2X kvadratından da 4X-i çıxıram, cavab eləyir B variantı. Deməli, baxırıq 179-cu suala. 179-cu sualda bizə deyir ki, diaqramda A və B çoxhədlisinin vuruqları verilmişdir. Diaqrama əsasən B çıx A fərqini tapın. Gəlin birinci A və B-nin ayrı-ayrı çoxhədli olaraq vuruqlarla hansını tapaq. A nədir? Vuruğun biri X çıx 1-dir, digəri isə X çıx 2-dir. Vuruqlar deyəndə sadəcə olaraq hasini tapırıq. Çünki vuruqlar nə deməkdir? O ikisinin hasini həmin çoxhədlini versin. B-də isə X çıx 2 1 vuruqdur, digəri isə X plus 1-dir. Mənə də deyir ki, B çıx A-nı tap. Gəlin tapaq. B-miz nədir? X çıx 2 vurulsun, X plus 1. Çıxılsın A-mız nədir? X çıx 1 vurulsun, X çıxılsın 2. Baxıram ki, hər ikisində ortaq vuruq nədir? X çıxılsın 2-dir. X çıx 2-ni atıram qabağa. Qalır nə? Birincidə qalıb X plus 1, çıxılsın, ikincidə qalıb X çıx 1. Davam edirəm. Birinci qaldı X çıx 2, ikincidə X plus 1, X plus 1. X plus minus bir-biri ilə gedir. Qalır X çıx 2 vurulsun 2. Bu da vurub açıram. 2-ni X-ə vururam 2X, 2-ni mənfi 2-yə vururam çıx 4. Alındı nə? 2X çıx 4 cavab oldu Y variantı. Baxırıq növbəti sual 180-ci sual. 180-ci sualda bizə deyir ki, diaqramda A və B çoxhədlərinin vuruqları verilmişdir. 3A çıx B çıx 18 ifadəsinin vuruqlarını ayırın. Deməli, gəlin baxaq görək birinci A və B çoxhədlisi vuruqları nələrdir? A-nın bir vuruğu X plus 2-dir. Digər vuruğu isə X-dir. Bu ikisinin hasili şəklini göstərirəm. B-yə baxıram. B-nin birinci vuruğu X-dir, ikinci vuruğu X plus 1-dir. Bu ikisinin hasili şəklini göstərirəm. Mən deyir ki, 3A, 3 vurulsun, X vurulsun, X plus 2, çıxılsın B. X vurulsun, X plus 1, çıxılsın 18. Gəlin vuraq açaq, ən rahatı. 3X X-ə vuranda 3X kvadratı, 3X 2-yə vuranda üstə gəlsin 6X. Çıxılsın X-i X-ə vururam, X kvadratda X-i 1-ə vururam, X. Çıxılsın 18. 3X kvadratından X kvadratını çıxıram, 2X kvadratı. 6X-dən X-i çıxıram, üstə gəl 5X, çıxılsın 18. Bizə deyir ki, bu ifadəni vuruqlarına ayırın. Buna necə vuruqları ayıraram? Yazaram ki, deməli, necə yazaram mən bunu? 2x kvadratı çıxılsın 4x, üstə gəlsin 9x, çıx 18 kimi yaza bilərəmmi? Niyəsini deyirəm. Çünki bu 5x-i parçalayıram. Elə parçalamalıyam ki, 9-u çıxartdım, x çıx 2 alındı. Burada 2-ni çıxartdım, 2x-i çıxartdım, x çıx 2. Yəni, elə formada parçalamalıyıq ki, biz bunu ortaq vuruq çıxarda bilək. Bu ilk ikisindən ortaq vuruq 2x-dir. Çıxardıram, x çıx 2 qalır.
Üstə gəlsin 9x və 18-ə də 9-dur. X çıx 2. Gördünüzmü? Eyni vuruq alındı. Ortaq vuruq alındı. X çıx 2. İndi bu x çıx 2-ni atıram kəsrin vuruqlarının ən qabağına. Qalır yerdə nə? 2x üstə gəlsin 9. 2x üstə gəl 9 vurulsun x çıx 2. Bu da A variantı eləyir. Baxırıq digər suala. 181-ci sual. Deyir ki, sxemə uyğun gələn ifadəni göstərin. Deyir ki, x bərabərdir 1 olduqda 0-a bərabərdir. X bərabərdir 3 olduqda 0-a bərabərdir. X bərabərdir 2 olduqda mənası yoxdur. X bərabər 4 olduqda mənası yoxdur. Mənası olmamaq nə deməkdir? X-in qiymətini qoyanda məxrəc 0 alınmalıdır. Deməli, x bərabərdir 1, 1 kökümüzdür. X bərabərdir 3, 1 kökümüzdür. X bərabərdir 2 və x bərabərdir 4 isə məxrəci 0 edən köklərdir. Baxıram, məxrəci 0 edən köklər 2 və 4-dür. 2 və 4-dürsə bu ikisinin hasili 8 olmalıdır. Bu da elə baxanda sadəcə B variantına uyğun gəlir ki, hansı ki, baxın indi məxrəcə x kvadrat çıx 6x üstə gəl 8-dir. Məlumdur ki, bunu 0 edən köklər 2 və 4-dürsə bunların hasili 8 olmalıdır, cəmi 6 olmalıdır. Bu da yalnız zaten B variantında var. Gəlin indi baxaq sürəti. Sürəti 0 edən köklər 3 və 1-dir. Hasil nədir? Müsbət 3. Bu da yenə sadəcə B variantına uyğun gəlir ki, hasili müsbət 3-dür, cəmi isə müsbət 4-dür. Cavab olur B variantı. Bir yerinə də qoyub baxa bilərsiniz istəsəniz. Deyir ki, 182-ci sualda aşağıdakılardan hansının x bərabərdir 4 olduqda mənası yoxdur? Yəni, məxrəc 0 olsun x bərabər 4 olduqda. Elə A variantına baxıram, məxrəc x çıx 4-dür. X çıx 4-də x-in yerinə 4 qoysam 4 çıx 4 0 edir. Kəsr mənasızlaşır. X kvadratı çıx 4-dür ikincisidə. X-in yerinə 4 qoysam 4-ün kvadratı 16 çıx 4, 12. Mənası var, heç bir dəxli yoxdur. Bəzi uşaqlar sürətdə 0 olsa mənası yoxdur götür. Sürət 0 olana kəsrin özü 0-a bərabər olur. Amma məxrəc 0 olduğu halda biz onu avtomatik olaraq bu kəsr mənasızdır deyirik. C variantı x plus 1-dir. 4-ün üzərinə 1 gəlirəm, heç bir adiyyatı yoxdur, 0 ala bilmirəm. X 4-ün üzərinə 4 gəlirəm, 0 almıram. 4-ün kubundan 4 çıxıram, yenə 0 almıram. Y variantı da getdi. Cavab oldu A variantı. Baxıram indi 183-cü suala. 183-cü sualda x çıx 3 bölünsün, x çıx 2 kəsrinin mənası yoxdur. X-in hansı qiymətinə? Dediyi nə vaxt mənası olmur? Məxrəc 0-a bərabər olduqda. Yəni, x çıx 2-ni 0-a bərabər eləyirəm, x bərabər olur 2. Deməli, x-in yerinə 2 qoyanda kəsrin mənası olmur. 184-cü sualda isə deyir ki, x-in hansı qiymətinə ifadəsinin qiyməti 0-a bərabərdir. 0-a bərabər olmağını istəyirsə, mən sürəti 0 eləyəcəm. Sürətimiz nədir? 2x üstə gəl 6. Bu bərabərdir 0-a. 2x bərabərdir. Mənfi 6-ya x də bərabərdir mənfi 3-ə. X-in mənfi 3 qiymətində ifadənin qiyməti 0-a bərabərdir. Yenə deyirəm, qiyməti 0-a bərabərdir deyəndə sürət 0 olur. Qiyməti yoxdur, yəni kəsir, necə deyim, deməli 0-a bərabərdir deyəndə, aha, dediyimiz kimi sürət 0 olsun, amma mənası yoxdur deyəndə məxrəc 0 olsun. Məsələn, 3x çıx 6 0 olmalıydı. 185-ci suala baxırıq. 185-ci sualda deyir ki, x-in hansı qiymətində kəsrin qiyməti 0-a bərabərdir. Yenə 0-a bərabər deyəndə dedik, nə edirik? Sürəti 0-a bərabər edirik. 2x çıx 6 bərabərdir 0-a. 2x bərabərdir. Mənfi 6-nı digər tərəfə atıram, olur müsbət 6. X də buradan bərabər olur 3-ə. Cavab olur D variantı. Baxırıq indi 186-cı suala. 186-cı sualda bizə deyir ki, düzbucaqlı tərəflərinə paralel xətlərlə 4 hissəyə bölünmüşdür və şəkildə hər bir hissəsi göstərilmişdir. Düzbucaqlının ümumi sahəsi 15 kvadrat santimetr olarsa x-i tapın. Bunlar ayrı-ayrı bu hissələrin sahələri, düzdürmü? Bunların hamısının sahəsinin cəmi deyir nəyə bərabərdir? 15-ə bərabərdir. Aha. Birinci hissəmiz nədir? X kvadratı üstə gəl x. Deməli, 186-cı sualda x kvadratı üstə gəlsin x.
İkinci hissəmiz x kvadratıdır. Üçüncü hissəmiz 3-dür və dördüncü hissəmiz 2-dir. Bunların hamısını cəmləyir 15-ə bərabərdir. Yəni gəlin x kvadratından x kvadratını toplayıram, eləyir 2x kvadratı. Üstə gəl x. Üstə gəl 5 bərabərdir 15-ə. 2x kvadratı. Üstə gəl x. Üstə gəl 5 çıx 15 bərabərdir 0-a. 2x kvadratı üstə gəl x çıx 10 bərabərdir 0-a. Hər tərəfi 2-yə bölsəm, x kvadratı üstə gəl 2-də 1x çıxılsın 10 bərabərdir 0-a. Elə deməliyəm ki, deməli, x-i tapın deyir mənə. X-in hansı qiymətdə kökünü tapmalıyam. Əslində, bu formada da yazıb diskriminantla tapa bilirəmmi? B kvadratı çıx 4AC ilə yazaq bir dənə. B-miz nədir? 1, düzdür. Diskriminant bərabərdir. 1 çıxılsın, 4 vurulsun. A-mız nədir? 2. S-miz də -10. 1 çıxılsın, 4 vur 2. Üstə gəl olacaq, vurulsun 10 yazıram. 4 vur 2 vur 10, 80-dir. 80-in üzərinə 1 gələndə eləyir 81. Diskriminant 81-dir. Kökü necə taparam? X1-in düsturu bərabərdir. -B. Üstə gəl, kök altında diskriminant bölünsün k. X2-nin düsturu bərabərdir. -B çıx kök altında diskriminant bölünsün 2a. -B. B-miz zaten müsbət 1-dir. Mənfi deyəndə -1 olacaq. Üstə gəl kök altında diskriminant. Diskriminantımız 81 isə kök altında 81 yazacağım. Bölünsün 2a. A-mız isə 2-dir. 2 vurulsun 2. Kök altında 81-dən 9 çıxır. -1 üstə gəl 9 bölünsün 2-ni 2-yə vuranda 4. -1 ilə 9-u toplayanda müsbət 8-dir. Müsbət 8-i 4-ə bölürəm, eləyir 2. Deməli, x1-imiz oldu 2. X2-mizə baxırıq. -B, yenə yazıram -1. Çıxılsın kök altında diskriminant. Diskriminant kök altında 81 idi, kök 9 çıxır. Yəni, dəfə çıx 9 bölünsün 2 vurulsun 2 yazacağam. -10 bölünsün 4. Bu da bərabərdir -2/5. Mən -2/5 olan kökü götürə bilmərəm. Səbəb, çünki tərəf heç vaxt uzunluq mənfi ola bilməz. Ona görə 2 olan kökünü götürəcəm. X müsbət olmalıdır yalnız, yenə deyirəm. Uzunluq, məsafə mənfi ola bilməz. Aha, ifadəni sadələşdirin deyir. Gəlin birincidən 2x-i çıxardaq görək nə alırıq. X üstə gəlsin, y. Çıxılsın. Buradan da z-i çıxardaq. X üstə gəl, y. Məxrəcə baxıram. Məxrəcə də zaten elə formada verib ki, birbaşa birincidən x-i çıxardıram, qalır x plus y. Üstə gəlsin. İkincidən də 2-ni çıxardıram, qalır x üstə gəl, y. Fikir verirsinizmi? Sürətdə ortaq vuruq var. X plus y. X plus y-i ayırdım. Qaldı 2x çıxılsın z. Məxrəcdə də x plus y ortaqdır. Gəlin yenə x plus y ataq qarşıya. Qalsın x plus, burada qaldı 2. X plus y-lər gedir, qalır 2x çıxılsın, z bölünsün, x plus 2. 2x çıx, z bölünsün, deməli, x plus 2, bu da eləyir A variantı. Növbəti suala baxırıq. Deyir ki, A kvadratı üstə gəlsin, 1 bölünsün, A kvadratı bərabərdir 18. Olarsa, A kubu çıxılsın, 1 bölünsün, A kubunu tapın. Biz bunu açsaq necə açarıq? Birinci çıx, ikinci, A çıxılsın, 1 bölü A, vurulsun, mötərizə açırıq. A kvadratı üstə gəl, 1 bölünsün, A kvadrat üstə gəl, hasili. A kvadratı vurulsun, 1 böl A kvadratı. Burada da A kvadratlar gedəcək, zaten 1 qalacaq. İndi mən A çıxılsın, 1 bölünsün A-nı açmalıyam. Biz gəlin yuxarıdakını əlaqələndirək. A çıxılsın, A çıx 1 böl A ilə. Biz bilirik ki, bunun açılışı nədir? A kvadrat üstə gəl 1 böl A kvadratı. Ya yazmalıyıq plusu ilə. İndi biz minusu nə yazacaq? Çünki bizə A çıxsın, 1 bölsün A lazımdır. A çıxılsın, 1 böl A-nın kvadratı üstə gəlsin, hasilinin ikimisidir. 2 vurulsun, A vurulsun, 1 böl A. A-lar gedir, qalır 2. Deməli, üstə gəl 2. Düzdürmü? Deməli, yazıram A çıxılsın, A 1 böl A-nın kvadratı üstə gəl 2 bərabərdir bu ifadəyə. Bu ifadənin qiyməti nəyə bərabərdir? 18-ə. A kvadrat üstə gəl 1 bölsün A kvadrat.
bərabərdir 18-ə. Buradan da içini bərabərliyin digər tərəfinə atsam, A çıxılsın 1 böl A-nın mötərizə kvadratı bərabərdir 18 çıx 2. Bu da bərabərdir 16. Buradan da A çıxılsın, deməli A çıxılsın 1 böl A-nın nə çıxır köklər? Plus minus 4. Bizə deyir ki, ifadəsinin müsbət qiymətini tapın. Bir dəfə plus 4 qoyacağım, bir dəfə minus 4 nə vaxt müsbət alsa onu alacağım. Gəlin burada birinci bərabərlikdə müsbət 4 vurulsun yazaq. A kvadratı bu ifadənin yerinə nə yazacağım? İndi A kvadrat plus 1 bölünsün A kvadratın yerinə 18 verib 18 yazacağım. Üstəgəl 1. Bu da eləyir 4 vurulsun 19, 38 vur 2, 76. İkinciyə baxıram. Mənfi 4 vurulsun 18 plus 1. Bu isə eləyəcək mənfi 4 vurulsun 19 və mənfi 76. Bizə müsbət qiymətini soruşur, müsbət 76-nı götürəcəm. Baxırıq növbəti sual 189-cu suala. 189-cu sual. 189-cu sualda deyir ki, A plus 1 vurulsun A kvadratı çıxılsın A üstəgəl 1, çıxılsın A vurulsun A kvadratı üstəgəl 1 ifadəsini sadələşdirir. Fikir versəniz, bu nəyin açılışıdır? Kublar cəminin açılışıdır. Yəni, A kubu üstəgəl 1-in kubunun açılışıdır ki, birinci cəmini yazmışam. Daha sonra birincinin kvadratı A kvadratı çıxılsın sadəcə hasili A, üstəgəl ikincinin kvadratı 1. Çıxılsın. Gəlin bunu vuraq açaq. A-nı A kvadratına vuranda A kubu çıxılsın A. Çünki mənfi A-nı 1-ə vuranda mənfi A eləyir. A kublar gedir, qalır 1-in kubu çıxılsın A. Bu da bərabərdir 1 çıx A-ya. Cavab olur Y variantı. Baxırıq sonuncu suala. Baxırıq sonuncu sual 190-cı suala. 190-cı sualda deyir ki, n mənfi ədəd olmaqla x kvadratı çıx mx üstəgəlsin 45 bölünsün x kvadratı üstəgəl 6x üstəgəl 5 kəsiri ixtisar oluna bilən kəsir olduğuna görə ixtisar olunursa məxrəzdəki hər hansısa bir vuruqla ixtisar olmalıdır. Deməli, məxrəci necə göstərməliyəm? İki vuruğun hasili kimi. Hansı iki vuruqdur bu? X plus 5 vurulsun x plus 1 kimi göstərə bilərəm ki, hasili 5-dir. Cəmi 6-dır, kök olanda da mənfi 6 olur. Köklər nədir? Deməli, mənfi 5 ilə mənfi 1-dir. İndi mən sürəti elə göstərməliyəm ki, ya x plus 5 olmalıdır sürətdə, ya x plus 1 olmalıdır. Gəlin birinci sürətdəki bir vuruğu x plus 5 olduğunu qəbul edək. Digər vuruğu nə olmalıdır cəmi 45 olmaq üçün? X plus 9 olmalıdır ki, 9 ilə 5-in hansını 45 eləsin. Bu ikisini də vurub açanda nə olur? X kvadratı üstəgəl 14x üstəgəlsin 45 alar. Vurub açsanız. Deməli, bu bərabərdirsə, əgər x kvadratı çıx mx üstəgəl 45-ə, 45-lər x kvadratları gedir. Üstəgəl müsbət 14x bərabərdir mənfi mx-ə, mənfi m bərabərdirsə müsbət 14-ə, m bərabər olur mənfi 14-ə. M-in mənfi 14 kökünü tapdıq. Zaten cavablarda bu var. İndi gəlin bir də o birisi kökə baxaq. Əgər biz götürsək ki, sürətdəki, deməli, məxrəci vuruqlarını ayırdıq, nə oldu? X plus 5 vurulsun, X plus 1. Əgər ortaq vuruğumuz X plus 1 olsa, digər vuruğumuz nə olmalıdır? X plus 45 olmalıdır ki, 45 ilə 1-in hasili 45-i versin. İndi burada X plus 1 və X plus 45-in vurub açanda nə alıram? X kvadratı üstəgəlsin 46x, üstəgəlsin 45, düzdürmü? 45. İndi mən 46, bu ifadəni bərabər eləyəcəm, mənə verdiyindən x kvadratı çıx mx, üstəgəl 45. X kvadratları, üstəgəl 45-lər gedir, nə qalır? 46x bərabərdir mənfi mx-ə. X-lər gedir burada, m bərabər olur mənfi 46-ya. Mənfi 46 verən kök yoxdur, elə zaten mən də götürmüşəm C variantı mənfi 14 olan kökü.